Salamlar, saygılar, hər vaxtınız xeyir olsun, əziz və hörmətli vətəndaşlar. Biz neçə proqramda, öncəki proqramlarımızda ayrı seçkiliklərdən danışdıq, sistematik iqtisadi ayrı seçkiliklər ya təbizə sistematik iqtisaddan söhbət elədik. Bəzi konular vardı, vergilər, sənayələr, büdcə, İranın sistemi polisindən söhbət elədik. Bu proqramda çalışacağıq ki, bir daha önəmli konudan söhbət eləyək. Çox sorurlar, sual eləyirlər ki, Güney Azərbaycan müstəqil olsa, bunun iqtisadi durumu nə cür olacaq, ya həddəqəl mərdumun məişəti nə cür olacaq və bu potansiyeldən istəyirlər bilələr. Ona görə mən təsmin tutdum ki, bu proqramda əmniyyət-i qəzai konusundan söhbət eləyək və İranın o tarım və əkinçi Güney Azərbaycan və İran coğrafiyasında bir söhbət eləyək və qiyaslandıraq. Hər vaxt biz ərzaq təhlükəsizliyi ya həman əmniyyət-i qəzaidən söhbət eləyəcəyik. Bu bəhs iki cənbədən çox önəmlidir. Biri iqtisadi cənbəsindəndir, yəni iqtisadi açısından baxanda önəmi var. Bir də əmniyyəti və siyasi cənbədən çox önəmlidir ki, proqramda mən açıqlayacağım bunları təşbət edəcəm. Bilirsiniz ki, dünyanın nüfusu get-bə-get artırır və məsələ 60 il bundan qabaq 1961-də dünyanın nüfusu yaxlaşıq 2 milyard 600 milyonudur ki, indi 8 milyarda yaxın olubdur. Yəni bu son 100 ildə, son 150 ildə bu nüfus artışın daha sürəti, daha hızı çoxalıbdır və pişbin eləyirlər ki, 2050-ci ildə dünyanın 9 milyard nüfusu olsun. Amma o tərəfdən baxanda görürük ki, bizim o yerlər ki, əkilə bilər, o tarım yerləri, zəmlərimiz, onlar ki, sabit qalıb da değişmir. Değişmir ki, heç hələ onun bir bölümü də, bir parçaları da illər içində aradan gedir. Hala sel olsun ya yer üzünün isinməsi olsun, suların azalması olsun, bunlar məhdudlaşır, azalır. Günbəgün nüfus çoxalır və bunlar azalır. Bu bir böyük sorun olubdur dünyaya, bu əmniyyət-i qəzaya. Əlbəttə bu fəqət bu neçə ilin söhbəti deyil, ya neçə 10 il, 20 ilin söhbəti deyil. Baxanda görürük ki, Ricardo kimi iqtisadçılar 19-cu yüzildə də bu konudan danışıblar. Demək olar, məsələn, 200 il bundan qabaq gəliblər, bu söhbətlər açılıbdır və indi də çox əhəmiyyət tapıbdır. Çünki ərz elədiyim kimi dünyanın nüfusu gedir 9 milyarda yaxlaşsın və əgər istəsək ki, bu 9 milyard insanın o ərzaq təhlükəsizliyinin savunaq ya o əmniyyəti qəzaisini təmin eləyək, biz məcburuq ki, indiki qəza ya yemək o tualetlərimizi %70 artıraq. Yəni, əgər bu işi biz görə bilməsək, bu 9 milyard insanın qəzasını yetirə bilməyəcəyik və bu bir dənə əmniyyəti, siyasi bəhsə də çevrilibdir. Hala iqtisadi bəhsi başqa, bu bir əmniyyəti bəhsə dönübdür. Amma həmişə insanlar səy ediblər ki, bu gəpi, yəni bu fasilənin, nüfusun artışı ilə bu yerin, əkinəcək yerin sabit qalmasının bu fasiləsi ki, ilbəil böyüyür, bunu teknoloji ilə gəlib bunu dolduralar. Həmişə gəliblər, genetikləri dəyişdiriblər, nəmənə ki, o bitkilər var, onların səy eləyiblər ki, çalışıblar, onların verimlərin çoxalıb, daha verimli olsun, suarma sistemləri yeniləşdirib, yeni teknolojilərlə. Amma yenə baxanda görürük ki,
buna rağmen yine biz son bu gələcək 30 il, 50 ildə çox ciddi sorunlarımız olacaq ki, məsələn, deyə bilirik bu işlər 1970-dən demək olar ciddi surətdə başlandı. Norman Borlaug 1970'də bu Hindistan, Pakistan'da gəldi bir işler gördü. Bu bir dənə bilim adamıydı. Gəldi bir düyüdə, buğdada bunları biraz genetiklərini dəyişdi ki, bunlar daha verimli olsun və bunun işi bahis oldu ki, milyonlar insan aclıqdan qutulsun və aclıqdan ölməsin. Demək olar Pakistan'da, Hindi'də, Asiyada bu işi gördü və onu Yeşil İnqilabın atası ya Peder İnqilabı Səbz bunu adlandırdılar. Ama bu değiştirme de, yani bu genetikleri falan da değiştirirler, özünün de sorun yaşadır. Hem sorun yaşadır, hem de nüfusun artışı ilə ayaq-bayaq gedə bilmir qabağa. O bu teknoloji yani gelişmesi bu cəbhi doldura bilmir. Nüfusun artışı daha da hızlıdır. Biz baxanda dünyanın Mərkəz Bankasına ya World Bank Organization ki var. Bu 1961'də o yerlər ki, dünyada yerlər ki əkilə bilər, yəni o qabiliyyətləri var ki, əkilə bilsin, tarım olsun, zəmi olsun, %10 idi. Amma bəşər gəldi bunu biraz o teknolojisi ilə daha çoxaltdı və %11 oldu. Yəni 60 ilin içində bəşər nə qədər çaba göstərsə, ondan 11'ə gətirib bunu, yüksəltdi. Amma bu tərəfdən baxanda görürük ki, bu 60 ildə təqribən dünyanın nüfusu 3 kat olubdur və bu yəni bir məsələ yaradıb ki, əlan çoxlu ölkələr bu əmniyyət qəzai ya ərzaq təhlükəsizliyini ünvanı bir dənə amac, bir hədəf, bir strateji, uzun müddətli strateji olaraq buna baxır. Baxanda görürük ki, əlan da ki, bu qədər teknoloji də qabağa gedib, 850, indi ki, mən sizlə söhbət edirəm, 850 milyon insan acdır və yeməğa çörəyi yoxdur. Bu, bahis olub ki, bəzi o ölkələr ki, gələcəyə düşünürlər və görürlər 30 il, 40 il bundan sonranı, gəlirlər, istəyirlər ki, özləri xodkəfa ola, bexüsus o, demək olar, buğda kimin, düyü kimin məhsullarda, bunlar səyirlər ki, xodkəfa olalar. FAO da bunu gəlib dəyərləndirir. Yəni, FAO da gəlir, məsələn, bir dənə konferans var idi, 1974'də dünyada bir konferans keçdi. Ondan sonra bu əmniyyəti qəzaya, ərzaq təhlükəsizliyi çox gündəm məsələyə təbdil oldu. FAO gəlir, deyir ki, gələk baxaq görək ki, hər ölkədə bunların buğdası, düyüsü yüzdə neçəsinin özləri istehsal edir, özləri tövlid edir və əmniyyəti qəzaisinin o dərəcəsinin, oranın onun üstündə dərvaqa dəyərləndirirlər. Baxanda görürük ki, Qətər kimi ölkələr, ya Japon kimi ölkələr ki, düzdür, zəngin, pullu bir ölkələrdirlər, amma bu tarım konusunda o torpaqları, o suları, havaları o icazəni vermir ki, eləyə bilələr, o ərzaq təhlükəsizliyini təmin eləyələr. Ona görə bunlar gəlirlər, bir çox ölkələrdə tarım, zəmi bunları icarə eləyirlər. Məsələn, Qətər özü gedib bir çox ölkədə, Brezil kimi ya
bəzi Şərqi Asiya ölkələrində 50 illik, 60 illik zəmilər icarə edib və dünyanın o ən gəlişmiş teknolojisi ilə öz millətinin demək olar ki, əmniyyət qəzayisini təmin edib. Amma İran nə iş görüb? İran da çalışıb ki, bu işi görsün. İranda bilirsiniz ki, İranın üçdən ikisi quru bir yerdir ki, əslən heç bitişi bitmir orada. Və baxanda görürük ki, İran da ki, gəlib çalışar ki, məsələn, buğdada özü xodkəfa ola, yəni müstəqil ola bu buğdanın istehsalında və toludunda gəlir, o qədər bu işdə ifrat eləyir ki, həm çevrəmizə, yəni mühit zistimizə, doğamıza zərər verib, həm də iqtisadi cənbədən heç tocihi yoxdur və çoxlu zərər edir. Amma gəlin görək ki, hangi bölgələr çox zərər edir bu konuda? Mən birinci slayda əgər dostlar zəhmət çəksələr, bəli, görürsünüz də burada ərəb alfabeti ilə yazıb, bu buğdada farsca ki burada yazıbdır, mən sizə oxuyuram. Buğdada məsələn %57, yəni bütün bizim tarım yerlərimiz, zəmilərimizin %57'sini qoyublar buğda əkmək üçün və arpada %15, düyü məsələn %4 bu cür. Bu göstərir ki, İran çox çalışır ki, bu buğda Əhmədə bağımsız ola və xodkəfa ola. Amma gəlir bir tərəfdən də dediyim kimi çevrəmizə, doğamıza da zərər verir. Məsələn, bu buğdanın hər bir kiloyu 130 litr su aparır. Çünki İranın biraz da teknolojisindən dolayı belə olur. Yəni şayad başqa Avropa ölkələrində bir tür bir şey olmuyor. Amma İran üçün teknolojisi azdır, aşağıdır. Buna görə hər 2 kilo buğdaya görə 130 litr bu gəlir su istifadə edir. Amma İran yenə buna da rağmen yenə xodkəfa olmayıb, bağımsız olmayıb və məcburdur ki, bir qəzasının, yəni yeməyinin bir böyük bölümünün ithal eləyə, yəni varid eləyə eşikdən və demək olar ki, hər il biz İran coğrafiyasında nəftin pulunun %15'in verib, məsələn, buğda olsun, düyü olsun, bir cür ehtiyaclarımızı alırıq. Hətta İran gəlib əlan 300.000 hektar yer icarə eləyibdir. Brezildə, Qəzzaqistanda, Ukraynada, bu cür yerlərdə İran əlan 300.000 hektar yer icarə eləyib ki, fəqət eləyə bilsin, əmniyyət qəzayisini, yəni ərzaq təhlükəsizliyini təmin eləsin. Çünki bu məsələ dediyim kimi bəhsi iqtisad burada da bir ölkə ki, fərz buyurun eləyə bilməyə millətinin fizyoloji ehtiyacları ki, biri yeməkdir, onu təmin eləyə, bunun heç siyasi bəhsdə də gücü ola bilməz və bu məmləkət aradan gedər, ölkə aradan gedər. Onun üçün çox əvəziyyəti bu bəhsə qoyurlar. İranda bu tarım fəqət bu cənbədən də əhəmiyyəti yoxdur. Yəni bu baxışdan da baxmasaq, İranın əlan GDP-sinin %10'u elə bu tarımdandır, bu əkinçilikdandır. İranda şayad məsələn demək olar ki, çoxu fikir ki, İranın elə hər nə mənəsi, yəni iqtisadın bir böyük bölümü nəftdir, qazdır, amma özürdə. Məsələn, biz baxanda görürük ki, İranın iqtisad GDP-sinin %13 yarımı nəftdir. Amma tarımın, əkinçiliyin da payı %10'dur. O qədər arada fərq yoxdur. Bu da bu teknoloji ilə ki, İran rejimi istifadə edir. Çox eski və köhnə bir demək olar ki, teknolojidir. Amma
Baxanda görürük ki, bütün İran coğrafiyasında məntəqələrin payları fərqlidir bu tarım iqtisadından. Əgər dostlar o bir slaydı görsəsələr, mən orada yaxşı tozu verəm. Baxın, burada görürsünüz ki, o yerlər ki, tarıma, əkinçiliğa uyğundular, yeşillə görsədilibdir. Baxanda görürük ki, Güney Azərbaycandır, Xuzistan ustanıdır ki, ərəblər, lurlar orada var. Bir də Xəzər bölgəsidir. Ondan qalanı əslən zadı yoxdur. Uyğun deyil əkinçiliğə. Yəni o ki, nəxşədə ələn görürsünüz. Xəzər bölgəsi, Güney o yeşil yerlər ki, burada müşəxxəsdir. Görürsünüz, gözükür ki, bunlar tarım üçün, əkinçilik üçün uyğundur. Ustan hesablasaq, məsələn, Ustanı Xurasanı Şimalıdır, Gülüstandır, Gilandır, Mazəndaran, Ərdəbil, Azərbaycanın şərqi, qərbi, Həmədan, Zəncan, Qəzvin bir cürdə ki, nəxşədə, haritada gördüyümüz kimi. Amma 2000-ci o bir slaydda da görə bilsək, əgər dostlar zəhmət çəksələr o birisin. Orada da demək olar ki, İranın bir çox böyük bölümü burada görsənir ki, qırmızı rənglə görsənir. Bunlar su, yəni yağışı görsədir demək olar ki, nə qədər burada su ilə əkinçilik ola bilər ki, görürük ki, əslən İranın bir çox böyük bölgəsində əkinçilik yoxdur və demək olar Güney Azərbaycanda bir də o Xuzistan tərəfi ki, dediyim kimi ərəblər, lurlar orada yaşayırlar. Orada eləmək olar ki, bu əkinçiliği qabağa aparaq və İranın başqa məntəqələrinə baxanda, coğrafiya İranda əslən heç demək olar ki, uyğun deyil əkinçiliğə və təbiətən heç o qədər ki, Azərbaycanın səhmi var, onların səhmi yoxdur. Baxanda məsələn, Şərqi Azərbaycan, ustanla mən deyirəm, Şərqi Azərbaycan 1.300.000 hektar əkinə biləcək yeri var. Azərbaycanı qərbi 723.000, Ərdəbil 679.000, Zəncan 857.000, Qəzvin 493.000 və Həmədan da 924.000 hektar əkilə biləcək yerləri var ki, demək olar 5 milyon hektardan fazla Güney Azərbaycanda əkinə biləcək yer var ki, İranın hamısı toplam İran coğrafiyasında 16.400.000-dir ki, əslən kalitəsi zadı yoxdur, kalitəsi çox fərqlidir. Baxanda o bir slayda dostlar zəhmətini çəksinlər. Baxanda biz istəsək bunun vüsətin qiyaslayaq, əkilə biləcək yerlərin. Görürsünüz ki, burada məsələn Həmədandır, Qəzvindir, Zəncandır. 3 dənə ustan Güney Azərbaycandan əkinə biləcək yeri bu qırmızı yerlə eşitdir, bərabərdir. Amma bir məsələdə ki var, bunların verimlilikləri, kalitələri bundan yerdən göyə fərqlidir. Yəni biz fəqət məsahət olaraq bunu, yəni alan olaraq biz bunu görsədirik burada. Yoxsa verimliliyinə qalsa vəz bundan da çox fərqlidir. Bu bizim bu Güney Azərbaycanda buğda əhmağımız demək olar 2 dənə zərər verir bizə. Həm çevrəmizə, mühiti sistemimizə demək olar, həm də iqtisadi cənbəsindən. Amma bunlar olur üçün qərardır ki, Güney Azərbaycan İranın
əmniyyəti qəzaisin, o ərzaq təhlükəsizliyini sağlaya və təmin eləyə. Bunların bir çoxu buğda əkilir. Alan Güney Azərbaycanda demək olar ki 4 milyon 117 min ton keçən il buğda əkibdir ki, Xuzistan da əgər Güney Azərbaycandan toplasaq, İranın demək olar ki, buğdasının yarısı Xuzistanla Güney Azərbaycanda əkilibdir. Ki, siz 4-cü slayda əgər, o birisi slayda əgər məhəbbət eləsələr, dostlarımız ondan da, baxın, burada məsələn, yazıb, məgər mi işarət 80 milyon nəfərə qoşuna nigahdaşt. Yəni, burada olmaz ki, biz 80 milyon nəfəri aç saxlayaq. Bunlar bilirlər ki, bu Azərbaycanda, Güney Azərbaycanda buğda əhmağın iqtisadi dəyəri yoxdur, çevrəyə zərər verirsiniz. Dediyim kimi 4 milyon 117 min ton buğda əkilir. Hər kilona 130 litr siz su istifadə edirsiniz. Bu, baxanda görürsünüz ki, bizim tamam indi baxanda da elə yeraltı sularımız, yerüstü sularımız hamısı quruyubdur. Nə üçün quruyubdur? Çünki biz buna görə ki, istəyirlər, məsələn, biz fəqət İranın qəzasının, əmniyyətini təmin eləyək. Səthi zirəkeşli, yəni o yerlər ki, buğda əkilibdir, onun alanını mən istəsəm siz oxuyam. Azərbaycanın şərqidə 836 min, Azərbaycanın qərbi 641 min, Ərdəbil 570 min, Zəncan 523 min, Qəzvin 326 min, Həmədan 613 min. Toplam demək olar ki, Güney Azərbaycanın bütün əkinə biləcək yerlərinin %70'ini buğda əkiblər. Amma baxanda biz görürük ki, Güney Azərbaycan əgər bu teknoloji ilə ki, çox köhnə bir, eski bir teknolojidir, bu teknoloji ilə də istəsə bunu əkə, buğdanı əkə, özü bunun yarısını məsrəf edir. Yəni, istifadə elədiğin yarısıdır. Yəni, bu, biz əgər dediyim kimi bu 3 milyon 500 min hektar demək olar təqribən buğda əkirik. Bunu yarı eləsək, elə bu teknoloji ilə bizim öz Güney Azərbaycanda millətimizə yetər. Yetər və o birisini eləyə bilirik dəyərli bitkilər orada əkək. Amma üçün İranın qərarıdır ki, qəzasını təmin eləyək, əmniyyəti qəzasını təmin eləyək, bu işi görə bilmirik. Görək, bu İran coğrafiyasında Güney Azərbaycana gələndə, mən həmişə baxmışam, Güney Azərbaycana gələndə ki, istəyirlər bir təsmin tutalar, o məsələni seçirlər ki, iqtisadi cəmbəsindən, mühitzisti cəmbəsindən, çevrəçililik cəmbəsindən Azərbaycanın zərəri nə olsun? İqtisadi cəmbəsindən, əmniyyəti cəmbəsindən də İran coğrafiyasının başqa ölkələrinə xeyri olsun. Əgər dostlar zəhmət çəksələr, o birisi slaydı gətirdilər və baxın, burada yazıb ki, %93'ü bizim zəmilərdən, Azərbaycanın şərqinin zəmilərindən fəqət qoyublar ki, buğda əkələr. %93'ü. O bir slayda əgər məhəbbət eləsələr, biz məsələn bu dövlətdə söhbətlər elə mən fikir edirəm ayrı bir dövlətdə gəlsə, olsa, elə o da bu yolu gedəcək üçün başqa yolu yoxdur. Ona görədir ki, mən fikir eləmirəm ta biz bağımsız olaq, eləyə bilirik ki, öz yerlərimizi, öz mənabələrimizi düz dəyərləndirək üçün hər hökumət olsa, elə keçən rejimdə də bir cür idi də,
Azərbaycanı qoymuşdular ki, İranın əmniyyət qəzaisini təmin eləsin. Burada da görürsünüz, yazıb dəğdəği cəhadi keşavərzi Azərbaycanı şərqi təmin əmniyyət qəzai mərdum است. Burada da təklifi müşəxəs eləyibdi. Deyib, Azərbaycan, şərqi Azərbaycanın görəvi, amacı budur ki, İranın coğrafiyasının, millətinin qəzasını təmin eləyə. Daha ayrı bir şey yoxdur. İndi sən burada da mətrəh deyil ki, bunun çevrəsi nə olur, duası, nə bilim, mühit zisti nə olur, yeraltı suları nə olur, ya əslən əzlahazı iqtisadi məntiqi vardı bu işin, ya yoxdur. Onlara heç da demək olar ki, baxan yoxdur. Amma görək, Fars məntəqələrində İran coğrafiyasının başqa ustanlarında da bu cür iş görürlər, yəni olaviyəti verirlər əmniyyəti qəzaiyə, ya üçün Azərbaycan var da onlar rahat deyiblər bu məsələdən. Baxanda görürük ki, Yəzdə 70, yəni %70-i, yerlərinin %70-in qoyublar zəfəran, əkiblər, ya o dəyərli bitkilər, dərman bitkiləri, bu cür bitkiləri əkiblər ki, dəyəri, ərzişi çoxdur, özdə doğaları ilə, o mühit zist ilə də sazqarlığı vardı, yəni uyur o mühit zistlərinə. Keçən il idi, %55 buğdanın əkimin Yəzd ustanında azaltdılar. Yəzd demək olar ki, əslən o qədər heç yeri yoxdur. 116 min hektar yeri var toplam. Onun da ki, bir kiçik parçasını buğda əkirdilər. Onu da dedilər, əhməyin. Onun da yerinə siz gedin o dərman bitkilər, zəfəran, bitkilər əkin ki, sənəti də aparaq qabağa. Yəni, məsələn, Yəzdidə fabrikalar, qruplar bu tərəfdən o dərman bitkiləri ki, istehsal edirlər, gedirlər orada da onu davaya çevirirlər və yazmışdır ki, bir dənə 2 girəm zəfərandan bunlar dava cürürlər, $40 satırlar. Ya bir dənə bitki var, onun məsələn əkillər hər hektarda 150 ilə 300 nəfərə iş alanı yaradır və hər hektarda da 160 milyon tümən dəramədi vardı. Keçən il qolqav, zəban bitkisi Yəzd ustanında. Dostlar, o birisi slayda əgər məhəbbət eləsələr, bəli, burada yazıb, keşdi gəndum və co əzləhəz məsrəfi ab ərgəzd iqtisadi nist. Da özlərinə gələndə burada deyirlər ki, yox, burada da buğda əhmağı, məsələn, Yəzd ustanın da buğda əhmaq sərfəsi yoxdur, dəyəri yoxdur, bizim çevrəmizə zərər verir. Amma elə bir bunlar, məsələn, buğda yemirlər, düyü yemirlər. Amma əhmağa gələndə gərək biz əkaq, dəyərli bitki əhmağına gələndə növbə yetişir bunlara. O birisi İsraidə də əgər məhəbbət eləsələr dostlar, yazıbdır %143, yəni 2 yarım kat olmuş Fars ustanında bu dərman bitkilərin əhmağı. Bilirsiniz ki, dərman bitkisi çox önəmli bir məsələdir. Yəni gələcəkdə deyiblər ki, belə deyirlər ki, 2050-ci ildə bunun satışı, bu dərman bitkilərin satışı dünyada 5 trilyon dolara yüksələcək və bunlar da indidən başlayıblar o bölgələrdə demək olar ki, bu dərman bitkiləri əkirlər, buğdaları azaldırlar ki, həm iqtisadi cənbəsindən bunlara yaxşı olsun, həm demək olar ki, iqtisadi cənbəsindən. Amma biz Güney Azərbaycanda bu fürsətimiz var, bu imkanatımız var, bu potansiyelimiz var ki, bunu dəyərləndirək. Amma üçün demək olar ki, öz əlimizdə deyil, müdiriyyəti öz əlimizdə deyil, müstəqil deyirik. Tehrandan dəstur gəlir ki, neynəməyin, məcburuq ki, potansiyelimizə rağmen bir dənə demək olar bir məntəqəyə ki, istimar olunur, ona çevrilmiş o.
ki, görevimiz də İran coğrafiyasının qəzasını təmin eləmək. Ayrı bir şey yoxdur. Bunun heç anlamı yoxdur. Mən dostlardan xahiş edirəm, o birisi cədvəli versinlər. Bəli. Burada bunu çox rahatca görə bilirik. Baxın, burada ustanları yazıbdır birinci sütunda. İkinci sütunda da hər ustanın səhmin yazıbdır o tarım bölümündən və üçüncü sütunda da yazılıbdır səhməz əraziyə zirəkeş. Yəni o ustanların payı İran coğrafiyasından o əkinəcək yerləri yazıbdır. Zəmilərin payıdır. Alan olaraq, vüsət olaraq. Baxın, Şərqi Azərbaycanda 4.7 bizim payımızdır ərz-i əfzudədən, əlavə olmuş paydan, əlavə olmuş dəyərdən. Amma yerimizin səhmi o ki, əkilibdir, geçən ilin bu söhbətidir, 7.3'dür. Yəni biz 7.3 səhmimiz torpaqdandır, dəyərdən amma 4.6. Qərbi Azərbaycana da baxanda görürük ki, yenə bu dəyər bu torpaq payımızdan yenə azdır. Ərdəbil də aynı, 2,5, 4, demək olar 5'ə. Amma ged İsfahana bax. İsfahan. Dəyərə gələndə bütün İranın tarımının dəyərinin %4'ü İsfahanınkidir, %1.8 bunun torpağıdır. Ya ayrı elə Tehrana baxanda 3.9 dəyərdə payıdır, %1 bunun torpaq payıdır. Ya ayrı yerlərə baxanda elə təqribən o cür olur. Zəncan ki, Güney Azərbaycandadır, 2 bunun dəyərdən payıdır, 4,5 bunun torpaqdan payıdır. Gedəndə amma Simnana indi baxın ki, o Fars bölgəsidir. 1.3 bunlar dəyəri var, tarımdan dəyər bunun payıdır, 0.7 bunun torpaqdan. Qəşəng qiyas eləyəndə adam rahat burada görə bilir də. Ya Fars ustanı 8.7, 9'a yaxın bunun dəyərdən payıdır, torpaqdan 5,5 da olmur. Qəzvin yenə baxanda bücürdür. Yəni hər yerdə ki, mən nə baxdım, ya Həmədan 3,5 bizim dəyərdən payımız var, torpaqdan 5.3. Yazda baxanda 2, yəni %2 bunun dəyərdən payıdır, heç bir də olmur. Yəni %1 də heç olmayıb, %0,5 də heç olmayıb, torpaqdan payı var. Bunlar nə göstərir? Onu göstərir ki, bütün Güney Azərbaycanda o şeylər qoyurlar əkilsin ki, iqtisadi dəyəri azdır, dəyəri yoxdur. Fəqət bunların amacı budur ki, Azərbaycanı vəsilə olaraq istifadə eləyərlər ki, İranın dediyim kimi qəzasını təmin eləsin, əmniyyət qəzasını təmin eləsin, amma gələndə birdən o bitki, o dəyərli bitkilərə deyirlər, yaxşı, indi aparın Yazıda əkin, ayrı yerlərdə əkin. Siz dediyim kimi, fəqət bu iqtisadi cənbəsidir. Yəni, iqtisadi cənbəsində qoysaq qırağa, bunun bir muhitizisti, yəni çevrəçiliği bir bəhsi də var. Bizim sularımızın aradan getməsi bəhsi də var bu arada. Baxanda 4.117.000 ton buğda əkilibdir ki, bunların hər kilosuna 130 litr su işlənibdir. 130 litr su işlənib. Siz hesablasanız, biz bunun yarısı ilə zaten eləyə bilərdik ki, öz niyazlarımızı, öz demək olar məsrəfimizi təmin eləyək. Amma baxandır, məcburuq da bu teknoloji ilə bu cür işlənsin. Baxanda görürük ki, məsələn, Güney Azərbaycanda Urmiya gölünün qabağına o çaylar ki, onu ora gedir, 104 dənə sədd vurublar, baraj vurublar.
104 dənə. Niyə bu işi görüblər? Çünki dediyim kimi İranın istəyirlər qəzası təmin ola da ona baxmır ki, bu Urumiyyə gölün başına nə oyun gələcək, ya bu yeraltı suların başına nə oyun gələcək və əlbəttə bunu da burada deyim ki, sədd vurmaq, yəni baraj vurmaq da bir köhnə bir sistemdir ki, ələn Amerikada son 50 ildə heç bir dənə də baraj vurulmayıb və bütün dünyada, məsələn, Dünya Ticarət Bankası belə deyir ki, yüzdə o barajlar ki vurulubdur, səddlər ki vurulubdur, %80'ı gərəksiz idi. Yəni gərək vurulmurdu və bu son 10 ildə 250 dənə də bu barajlardan aradan aparıblar üçün deyirlər bunun zərəri faydasından daha çoxdur. Onun üçün biz baxırıq, görürük ki, Urumiyyə kimi bir göl ki, o əzəmətdə, o potansiyelə sahib olan gölü qurudublar ki, birdən demək olar İranın əmniyyəti qəzası təmin olur. Amma baxanda biz görürük ki, Türkiyə nə edib? Türkiyə elə onun tayı da Van'da var da, Van gölündə var. O qədər fasiləsi yoxdur ki. Baxanda görürük ki, amma Türkiyə nə iş görüb? Türkiyə gəlib bunu bir dənə turizm alanına, turizm məntəqəsinə çeviribdir. Həm tarım yerləri yerindədir, həm mühitzisti yerindədir, həm də iqtisadi dəyər alıb. Amma biz gəlmişik, bunları suyun qabağını bağlamışıq ki, tarım yerlərimizi, əkinəcək yerlərimizi çoxaldaq ki, İranın əmniyyəti qəzasını təmin eləyək. Həm vurmuşuq, gölü qurutmuşuq, həm mühitizistimizi aradan aparmışıq, həm də bu təhlükə var ki, ələn o gölün duzları vura tamamı Güney Azərbaycanın bitkilərini aradan apara. Mən xahiş edirəm, o bir slayd, əgər dostlar məhəbbət eləsələr. Bəli, burada. Baxın, bir dənə çox, burada bir yaxşı örnəkdir. Burada yazıb Xurasan və Kerman ki مشکل کم آبی داشتند برخی از کارخانه‌های تولید قند و شکر را به حوزه دریاچه ارومیه بردند. Yəni nə mənə? Yəni Xurasanda, Kirmanda o qət şəkər fabrikaları ki su azdı o məntəqədə getdilər, nə etdilər? Urumiyyə gölünə tərəf getdilər hamısı. sonra در این حوزه چغندر تولید کنند و اگر به جای این محصول ذرت کاشته میشد حدود 64 میلیون متر مکعب آب صرفه جویی میشد. Dedi burada orada çoğunduru əkiblər ki Xurasanla Kirmanın fabrikaları işləsin. Vurublar gölü qurudublar. Baxın yazıb əgər bunun məsələn çoğundur yerinə bir ayrı bir şey əhsəydik biz orada fəqət bir ilin söhbətidir. Ha bu 64 milyon metr, 64 milyon küp metr su az işlənərdi burada. Dalısı da çox ilgincidir. Yazıb ki, در واقع طرح نکاشی در حوزه دریاچه ارومیه وجود ندارد. Heç bunların bərnamələri yoxdur ki, Urumiyyə gölünün çevrəsində bir şey nə mənə əhsinlər, nə mənə əhməsinlər. Mühit zisti sorunlara, bu Urumiyyə gölünün qurumasına rağmen heç bir tərh yoxdur ki, desinlər, məsələn, buğda çox su aparır, bunu əhmə, bunun yerinə məsələn ayrı bir şey əkin. Dalısında yenə gətirib barışhay münasib baran az dəstur kar xarc. Yəni hər nə mənədəki tərh vardı bu 2 ildə biz ələdəki yağış yağıbdı ki, bu göl biraz canlansın. Onu da deyirlər ki, da biraz göl özün tapdı. Qoyun yenə qurusun da, yenə nə mənə istisiz əkin. Xurasanın, Kirmanın fabrikaları çalışsın, bizim əmniyyət qəzamız təmin olsun, Urumiyyə göldə nə olur olsun. Baxın, bunlardan söhbət elədik, bu məsələlər mən səy elədim çox qısa və xülasə deyəm, amma biz əgər istəsək öz potansiyellərimizdən istifadə eləyək,
İlk öncə gərək eləyə bilək özümüz öz potansiyellərimizə, öz varlıqlarımıza sahib çıxaq, sahib duraq və onları özümüz yönətək. Əgər dediyim kimi ta o zamanacan ki, Tehrandan dəstur gəlir, ta o zamanacan ki, sən müstəqil olmamısan, bu hökumət olmasın, ayrı bir hökumət olsun. Yenə Azərbaycanı bir dənə bir məntəqə görəcəklər ki, vəzifəsi budur ki, İranın əmniyyəti qəzasını təmin etmək üçün başqa çarələri yoxdur. Ələn siz Azərbaycanı qoysaz qırağa, Xuzistan da bu çox önəmli bir bölgədir, bu ərəblərlə orar bölgəsi. Bunu da qoysan qırağa, bu eləyə bilməz öz qəzasını təmin eləyə və bu çox önəmlidir. Dediyim kimi əmniyyəti qəzayı ya ərzaq təhlükəsizliyi çox mühüm bir bəhsidir. Əgər İran eləyənməsə bu məsələni təmin eləyə, kollan aradan gedir. Amma bir bəhs ki var, deyirlər, Farsda deyirlər, lütfi mükərrər mişə haqqı musəlləm. O qədər biz bunları demək ki, bizdən təmin olub qəzaları dinməmişik, bir söz deməmişik. Bunlar fikir ediblər ki, tam tərsinə biz bunlara möhtacıq. Yox, bizə biraz amara baxanda görürük ki, vəziyyət nə cürdür? Əgər bu gün Azərbaycan olmasa, bu gün əgər ərəblərin bölgəsi olmasa, İran ya buğdasında, yomiyyət çörəyində mən fikir edirəm ki, ciddi sıxıntılar yaşaya bilər. Biz eləyə bilirik, bu fəqət tarım potansiyelimizlə həm sənətimizi, həm turizmimizi, həm mühit zistimizi, çevrəmizi qoruyaq. Biz əgər öz niyazımızla buğda əkək Güney Azərbaycanda və güncəl texnoloji ilə heç vaxt gələcək bağımsız Güney Azərbaycanda heç vaxt bunu siz görməzsiniz ki, biz gedib köhnə, eski texnolojilərlə istəyək orada tarım, əkinçilik eləyək, tarımlarımızı, yerlərimizi. Mütməyindən dünyanın ən güncəl, ən update texnolojilərindən istifadə olacaq və bu bahis olur ki, çox bir kiçik alanla Güney Azərbaycanın bütün əmniyyəti qəzayisi təmin olsun, bütün ehtiyacları təmin olsun, xodkəfə olsun və bir böyük demək olar ki, alan azad olsun ki, ayrı bir dəyərli əhmaqlarımız olsun, bizim bitkilər əkək. Biz ələn elə bu texnoloji ilə ələn biz istəsək özümüz üçün, fəqət özümüz üçün buğda istehsal eləyək, tolid eləyək. Bizim 2 milyon hektar yerimiz açılar. 2 milyon hektarda sən nə mən əkə bilməzsən? Bax ki, Holland kimin, Danmark kimin ölkələr ki, dünyanın qəzasını verir, bu əslən kollan nə böyüklükdə, değil mi? Baxın, bizim fəqət bir dənə muğanımıza baxsaz, muğan neçə metridir? Kollan muğan 1554 kilometridir. Baxanda biz Bəhreynə, kollan Bəhreyn ölkəsinə, muğan onun 2 katıdır. 765 kilometr mürəbbədir. Hong Kong ölkəsi qədər, ölkəsindən böyük bizim fəqət muğanımız var. O da o keyfiyyətlə, o kalitə ilə, o verimlilik ərz olsun huzurunuzla. Holland nədir eləyə bilib, Danmark nədir eləyə bilib bu cür ilərləsin, qabağa geçsin. Bizimki ondan daha kat bə kat demək olar ki, yerimiz var. Biz də eləyə bilirik. Biz də əslən bu potansiyel ki, bizdə var, tarım potansiyeli, əkinə biləcək yerlərimiz ki var. Bu nəftlə əslən qabili qiyas deyil. Mütəəssifانə adət ediblər bəzilər ki, deyirlər İranda nəft var. Onu satıb məsələn qəza ala bilirik. Bu cür. Amma bunu baxmırlar ki, əslən bu potansiyeli niyə görmüsən sən? Sən bu potansiyeli görmüsən ki, heç nəft içində oxumaz. Alan gedin görün Holland bizə ölkə nəftə ehtiyacı var. Nəftə ehtiyacı yoxdur. Öz qəzasını təmin edir. Heç dünyanın da qəzasını verir.
ya Danmark, ya ayrı ölkələr, ya Japon kimi ölkələr ki, torpağı da azdır, amma yüksək teknolojinin ki işlədibdir, əmniyyət qəzasını təmin edir. Biz də müsəlləmən zəminə bizdə var, bu potansiyel Güney Azərbaycanda var və gələcəkdə də eləyə bilər ki, behtərin teknolojiləri, güncəl teknolojiləri də istifadə eləyə və öz demək olar varlıqlarına sahib çıxa. Mən o bir axır slayda əgər məhəbbət eləsələr, baxın, burada yenə də muğamdan söhbət gedir. Yazıb, کاشت دانه‌های روغنی برای بالا بردن امنیت غذایی کشور و برطرف کردن نیاز کشور است. Yəni nə mənə? Yəni əslən mühüm deyil ki, burada əslən bu məhsul ki əkilir, bunun dəyəri var ya yox. Bunun yerinə bir şey əkilə bilər ya yox. Amac təkcə budur ki, İranın ehtiyacların, qıda ehtiyaclarının, qəzasının, yemək ehtiyaclarının təmin eləsin, əmniyyət qəzasının, ərzaq təhlükəsizliyinin təmin eləsin və başqa demək olar ki, bir dəlili də yoxdur. Sözüm buradadır ki, bu dünyadakı söhbətlərimin əvvəllərində də ərz elədim xidmətinizə ki, nüfus artırır, nüfus çoxalır dünyada. O tərəfdən də əkinə biləcək yerlər məhduddur və çox hələ aradan getməsə, insan qoymasa aradan gedə, bunlar məhdud qalır. Bu bahis olur ki, get bu yerlərin dəyəri çoxalar. Bu yerlərin, yəni biz əgər Güney Azərbaycanda bir potansiyelimiz var, siz mütməyin olun ki, bu potansiyelin dəyəri 20 ildən sonra, 30 ildən sonra bunun 2 katı, 3 katı olacaq. Və biz çoxlu ölkələrdə dedim, məsələn Qətər kimi ölkələr əlan yer icarə edir. İran özü əlan Brezildə ya Qazaxıstanda gedib yer icarə edib, 300 min hektar yer icarə edibdir və bu bizim bir dənə sonsuz, bir dənə çox böyük, çox güclü potansiyelimiz var ki, bunu gərək dəyərləndirək. Amma bunlara rağmen biz demək olar rasistli bir məmləkətdə, bir ölkədə giriftar qalmışıq ki, deyir, hər nə mənə mənim. Dedim, lütfun mükərrər haqqı müsəlləm olar, bir məsəl var. Elə dəqiqən o cür olubdur. İndi ki, biz bütün İranın qəzasını təmin edirik, hələ deyir, iqtisad da mənim, dil də mənimki olsun, sənət də mənimki olsun, turizmi də mənimki olsun, səni də təhqir eləyim, sən də ol məsul təmini əmniyyəti qəzayı da. Amma biz gərək özümüz bunu dərk eləyək, biz gərək bu nöqtəyə yetişək ki, biz gərək qoymayaq bu ittifaq düşə. Mütəlləmdir bu dünyada ki, sıxıntılar çoxalır, əmniyyəti qəzayisi məsələsi çox güncəl məsələdir. Hər kəs istəyəcək bizi istismar eləyə. Çünki yerimiz var, çünki potansiyelimiz var. Amma biz gərək bu icazəni verməyək. Və tərsə yolu mən fikir edirəm, ayrı bir yolu yoxdur dediyim kimi, əgər hökumətlər də əvəz olsa, yenə məcbur da aynı sistemi qabağa apara, o təbiiz sistematik iqtisadiyə ayrı seçkilik, sistematik ayrı seçkilik ki, neçə konuda söhbət elədim, burada da var və məcburdur davam eləyə. Davam eləməsə həyatına bağlıdır bu məsələ. Əslən, koldan aradan gedər bu demək toplum, bu yaşaya bilməz. Məcburdur səni istismar eləyə, çünki ayrı bir çarəsi yoxdur, amma biz gərək diqqətli olaq. Təşəkkür edirəm hər bir təşkilatçınızdan. Sağ olun ki, məni dinlədiniz. Yenə də başqa proqramlarda səy eləyəcəyik ki, xidmətinizdə olaq başqa konularla. Çox sağ olun.